Salam əziz izləyicilərim, bugün sizlərlə şokoladlı ciyələk hazırlayacağıq. Bunun üçün bizə ilk növbədə lazımdır ki, ciyələkləri təmiz şəkildə yuyaq. Buna görə də bizə soda və su lazımdır. Soda ilə suyu tam qarışıb, həll olana qədər qarışdırırıq və ciyələklərimizi həmin bu suya əlavə edirik. Tam üzünə su çıxana qədər əlavə edirik və 10-15 dəqiqə bu suda saxlayırıq ciyələklərimizi. 10-15 dəqiqə keçdikdən sonra siz özünüz görəcəksiniz ki, suda nə qədər çirk, nə qədər əlavə şeylər vardır. Və artıq bizim 10-15 dəqiqəmiz keçibdir. Gördüyünüz kimi suyumuz sapsarıdır və biz bu suyu boşaldıb bunun üzərinə əlavə təmiz su əlavə edəcəyik ki, soda da qalmasın ciyələklərimizin üzərində, tam durulansın. Artıq bir dəfə mən əlavə elədim. Mən bu prosesi 2 dəfə təkrar edəcəm. Artıq növbə ikinci dəfəsindədir və bir daha durulayırıq. Tam ciyələklərimizin təmiz olduğundan əmin oluruq. Və keçirik ikinci hissəsinə ciyələklərin. Bu qurutma prosesidir. Ciyələklərimizi bir təmiz salfetə və yaxud dəsmalın üzərinə qoya bilərik. Və mən bu şəkildə düzürəm bütün ciyələklərimi ki, tam qurusunlar. Çünki qurumasalar istədiyimiz formanı əldə edə bilməyəcəyik. Keçirik ikinci hissəyə. İkinci hissədə nədən ibarətdir? Ciyələklərimizi soyutmalıyıq. Biz bunu yağlı kağızın üzərinə qoyub soyuducuya ötürürük. Və soyuducuya ötürdük. Gördüyünüz kimi mən qolubikada eləmişəm. Bu zövqə görə dəyişir. İstəsəz edə bilərsiniz, istəsəz yox. Amma ki, mütləq soyuducuya qoymalıyıq biz bu prosesi. Amma ki, tam quruduğundan əmin olduqdan sonra. Artıq gördüyünüz kimi şokoladlarımızı da mən əritmişəm daha öncədən. Tam ərimiş formadadır. Amma ki, şokoladların temperaturu barədə sizə bir videomda danışacağım. Hazırda gördüyünüz kimi qolubikalardan başlamışam mən. Mən yarım para şəklində batırıram. Əgər siz istəsəz tam şəkildə də batıra bilərsiniz. Zubatiska vasitəsilə edirəm mən bunu. Aha, biz bunların hər ikisini də iki rəngə də əlavə etdik. Hər iki cür şokoladdan istifadə edirəm ki, fərqli olsun. Sizin də zövqünüzə görə bu dəyişə bilər. Və daha sonra fərqli rənglərdə şokoladlarla da bunu edəcəyim. Artıq keçid alırıq ciyələkləri eləməyə. Bunu da zubatiskanı batırırıq tam. Gördüyünüz kimi tam şəkildə şokoladın içinə salırıq və şokoladın oradan tam tökülməyini gözləyirik. Amma zubatiskasız da etmək mümkündür. Siz əlinizi öyrəşəndən sonra bu sizə o qədər də fərqli gəlməyəcək. Çox rahat olacaq. Gördüyünüz kimi bizim şokoladlarımız. Yarpaqlarda diqqətli olun. Yarpaqları tam əlinizə yığın. Çünki onu şokoladda isə istədiyiniz effekti almayacaqsınız. Və üzərinə fərqli bəzəklə vurmaq istəyirsinizsə, şokolad qurumamış bunu mütləq ki edin. Çünki ciyələklərimiz soyuq olduğu üçün biz şokolada batıran kimi ciyələklərimiz başlayır donmağa. Ona görə də əgər nəsə üzərinə bir əlavə bir şey edəcəksə, donmamış edin onu. Və ikinci proses mən ağ şokolada rəng qatdım və belə fərqli olmaq üçün tam qarışdırmıram. Gördüyünüz kimi çox fərqli görsənir. İndi bu bəzəkləri sizin öz zövqünüzə görə dəyişə bilər. Artıq mən fərqli rəngdə qolubikalar olsun deyə bir neçəsini qolubikanı bu rəngə batırıram. İndi qarışdırıram ki, mən istəyirəm ki, çəhrayı olsun. Çünki qara ilə çəhrayının bir yerdə olmağını çox sevirəm.
Ya siz istəsəz başqa rənglərlə edə bilərsiniz bu işi. Mən həmişə çəhrayı edəndə sizə bir sirrimi də açıqlayım. Qırmızı rəngi əlavə edirəm. Çünki çəhrayın tək olanda solğun olur. Mən o qədər bəyənmirəm. Amma qırmızını vuranda daha xoşuma gəlir mənim. Daha qəşəng alınır. Məncə siz də bunu bir dəfə edə bilərsiniz. Nəticənin fərqini özünüz də görəcəksiniz. Və mən çəhrayı qolubikalarda eləmək qərarına gəldim. Aha, indi keçək çəhrayı ciyələrlə hazırlamağa. Gördüyünüz kimi ağ şokolad, renkli şokoladla işləmək biraz daha çətindir. Çünki olan donma prosesi biraz daha gec olur. Böyle biraz onu edəndə ehtiyatlı olmaq lazımdır, diqqətli olmaq lazımdır ki, istədiyiniz nəticəni əldə edəsiniz. Baxın, burada sizə bir şey də göstərəcəm mən. Üzərinə bəzək vurmaqdan ötəri fərqli bir torbaya ehtiyac yoxdur. Belə öz ciyələrin axıntısı ilə edə bilərsiniz bunu. Amma torba ilə də edə bilərsiniz. Gördüyünüz kimi mən çəhrayının üzərinə yenə bəzəklər əlavə edirəm ki, tam qurumamış bəzəklər onun üzərinə yapışsın. Yenə deyirəm, bəzək işi sizin öz zövqünüzdən asılıdır. İstədiyiniz hər cür bəzəyə bilərsiniz. Amma mən özüm elədiyimi istədim ki, sizə göstərim. Artıq bizim ciyələrimiz hazırdır, tam donublar. Ciyələr soyuq olduğuna görə mən də əlavə xaladenikə qoymadım. Batırandan bir neçə dəqiqə sonra özləri avtomatik dondular. İndi keçdim. İlk növbədə qızıl tozu ilə elədim. İkinci növbədə qızıl listi ilə bəzəyəcəyim. Bu qızıl listi ilə də bəzəmək üçün mütləq bu qızıl listinin arxasına su vurmaq lazımdır şokolada ki, bu qızıl listi ora yapışsın, yoxsa yapışmayacaq. Gördüyünüz kimi mən də su vurmuşam və beləcə fərqli bəzəklər əlavə edirəm. Baxın, belə alındı məndə. Mən atırıcılar da bəzəməyə başlamışam. Və siz də öz zövqünüzə görə hər cürə bəzəyə bilərsiniz. Bunu qızıl tozu ilə, sadəcə şokoladla, hər cürə. Mən amma qızıl listi ilə bəzədiklərimi daha çox bəyənirəm. Çünki mənim zövqümə çox uyur. Çox qəşəng görsənir mənim fikrimcə. İndi keçirik. Daha bir başqa bəzək sizə göstərəcəyim. Bundan ötürü götürdüyümüz bəzəyin arxasına şokolad əlavə edirəm ki, oraya yaxşıca yapışsınlar. Və budur. Çox gözəl görsənir. Və ikinci bir başqa cür də göstərəcəyim. Burada ciyələrin öz üzərinə vururam mən şokoladı və hazırdır. Bu da belə. Keçirik ən axırıncı hissəyə. Burada artıq qablaşdırma prosesidir. Qablarımıza yığıb ürəyimiz istədiyimiz kimi qablaşdıra bilirik burada da. Zövqdən asılı olaraq hər formada edə bilərik bunu. Baxın, mən belə edirəm. Gördüyünüz kimi onun biraz çöpləri uzun olduğu üçün mən kəsdim onu. Bunları ciyələri düzürəm qablara. Baxın, beləcə çox gözəl görsənirlər.
Siz mütləq ki, bu ciyələkləri yağlı kağızın üzərinə düzün və yaxud da falqədən də istifadə edə bilərsiniz bu prosesdə ki, şokolad istədiyiniz kimi alınsın, yapışmasın, tez donsun. Yağlı kağız çox kömək olur bizə bu prosesdə. Gördüyünüz kimi hazırdır bizim qablarımız. Mən biraz burada yer dəyişikliyi eləmək istədim ki, biraz fərqli olsun. Tam istədiyim kimi alınsın. Artıq qolbikaları da əlavə edirəm mən qaba. Əslində ciyələklər mənim qabıma böyük olduğu üçün 2 dənəsi artıq qaldı. Mən onları qırağa qoydum. Və qolbikaları da əlavə etdim bu şəkildə. Və istəsəz bura əlavə olaraq balaca plitka şokoladlar, balaca digər fərqli formalardan istifadə edib bu ara boşluqları istədiyiniz zövqə uyğun bəzəyə bilərsiniz. Və mən son toxunuşları qolbikalar və plitka şokoladlarla etdim. Hər birinizə nuş olsun.